17-ci əsrdə Fransa ümumiyyətlə Avropanın güclü dövlətlərindən biri kimi biz qiymətləndirə bilərikmi, yoxsa yox? Bəli, güclüydü müəllimə. Güclüydü, bəli. Bu da yenə də nə ilə bağlı idi? 30 illik müharibədə Avropada siyasi hakimiyyətin İspaniyadan Fransaya keçməsi ilə bağlı idi. Tamam, bəs yaxşı, Fransada maarifçilik sistemi vardı. Maarifçilərdən biri aşağı təbəqəni, sosial cəmiyyəti daha çox üstün tuturdu. Kim idi bu? Bu Rousseau-ydu. Jean-Jacques Rousseau. Bəs Respublika tərəfdarı idi, yoxsa Respublika əleyhdarı idi? Yox, o Respublika tərəfdarı idi, Respublika qurulmasını istəyirdi. Bəs hansı Alman nümayəndəsi idi ki, Fransada Respublika sistemini daha çox dəstəkləyirdi? Almanya birləşən kim oldu? Otto von Bismarck. Bismarck idi. Bismarck Fransada Respublika sistemini dəstəkləyirdi. Respublikanın olmasını daha çox üstün tuturdu. Səbəbi də var idi. Yəni mütləqiyyət ona sərf eləmirdi. Monarxiya sistemi, ümumiyyətlə bəli, mütləqiyyət monarxiya sistemi sərf etmirdi ona. Və hətta digər monarx dövlətlərlə istəmirdi əlaqələr qursun Fransa. Ona görə də Fransada Respublika sistemini daha çox dəstəkləyirdi. Deməli, Jean-Jacques Rousseau'nun özü də burada da qeyd elədi ki, Respublika sisteminə daha çox önəm verirdi. Bəs monarxiya sisteminin tamamilə ləğv olunmasını istəyirdimi? Bəli, istəyirdi. Bəli. Monarxiya, əgər Respublikanı istəyirsə, deməli, monarxiyanın tamamilə ləğv olunmasını istəyirdi. Suveren bir sistem, xalqın suverenliyinə əsaslanan bir idarəetmə sisteminə daha çox üstünlük verirdi. Bəs Fransa burjuiya inqilabı nə zaman başlayır? 1789-cu ildə Bastiliya qalasının tutulması ilə başlayır. Bu Bastiliya qalası vaxtı ilə həbsxana olmuşdu, silahları saxlandığı bir ambar ronda da oynamışdı. Bəli. Aha, hələ 14-cü əsrdən inşa olunan bir abidə idi. Və burada da 1789-cu ildə Bastiliya qalasının tutulması ilə ələ keçirilməsi ilə 4 iyul. Bununla da Fransa burjuiya inqilabının əsası qoymuşdu. Bəs bu burjuiya inqilabı nə vaxta qədər davam eləyib? Deməli, 1799. Bəli, 10 il müddətinə davam etmişdi və qələbə ilə başa çatdı deyə bilərikmi? Bəli, qələbə. Ümumilikdə götürəndə qələbə ilə başa çatmışdı. Burada terror dövrü var. Kimin dövrüdür bu terror dövrü? Yakobinçilərin dövrüdür. 1793-94 siyasi rəqiblərinə qarşı o giyotin cihazından istifadə edib terror törədirdilər. Aha, bəli, Yakobinçilər dövrü. Bəs Fransa tarixində ilk respublika nə zaman elan edilib? 1792-ci ildə. 92-ci ildə idi. Kral edam olunur, sonra respublika olur, yoxsa respublika olur, sonra kral? 92-ci ildə elan olunur, kral 93-də edam olunur. Aha, deməli burada fərqli idi. Baxın, məsələn, İngiltərədə biz keçəndə demişdik ki, 49-un yanvarında əvvəlcə kral edam edilir, ondan sonra Lordlar Palatası ləğv olunacaq və sonra respublika elan edilmiş olacaq, düzdürmü? Amma burada fərqli idi. Burada əvvəl respublikanı elan edirlər ki, digər o monarx dövlətlər çox da müdaxilə edə bilməsin. Çünki monarx dövlətləri istəmirdi. Onlar bilirdilər ki, artıq kral edama gedir. İstəmirdilər və buna qarşı mübarizə apardılar. Hətta bir koalisiya şəklində də birləşmişlər. Amma kralın edamı qaçınılmaz idi və 1793-cü ildə kral edam olunmuş oldu. Bəs yaş Fransa tarixində ilk konstitusiyanın qəbulu neçənci ilə düşür? İlk konstitusiya 1792. 91. 91-ci ildə idi. Tamam. Bəs şimdi bu koalisiya yaradan dövlətlər vardı. Hələ 1792-ci ildə Fransaya qarşı hansı dövlətlər koalisiya şəklində birləşmişdi? Burada Avstriya, Prusiya idi, İngiltərə idi, İspaniya idi, bir də Hollandiya idi. Bəli, bu dövlətlər idi. Bəs bu dövlətlər arasında sıx birlik var idi mi? Yox, sıx birlik yox idi əslində. Çünki əslində onlar da bir-birinə zidd dövlətlər idi. Ayrı-ayrılıqda onlar da bir-birlərinə mübarizə aparan dövlət. Bəli, ayrı-ayrılıqda mübarizə aparan dövlətlər idi. Sadəcə olaraq ortaq düşmən var idi deyə, hələ qarşıda Fransa kimi bir dövlət vardı. İstəmirdilər Fransa çox irəli getsin. Ona görə də onlar birləşmək məcburiyyətində qalmışlar. Və 1792-ci ildən başlayaraq hələ Fransaya qarşı mübarizə aparırdılar. Bu mübarizəni ən son yekunlaşdıran, yəni müharibəni bitirən hansı dövlət olacaq? Ən son yekun vuran Napolyon olur. Qələbə ilə koalisiyalar üzərində. Yox, indi Napolyon demirəm. Həmin bu koalisiyada olan dövlətlərdən ən son müharibədən çıxan hansı olacaq? Müharibədən çıxan dövlət ən son İngiltərə. İngiltərə neçənci ildə müqavilə imzalayır? 1802-ci ildə. Amma bu müqavilədən sonra müqavilə imzalanacaq və müharibədən çıxmış olacaq da. Belə baxanda İngiltərə də heç uğur qazanmır. Heç bir dövlət orada demək olar ki, uğur qazanmır da. Napolyon üstünlüyü əldə etmiş olacaq burada. Bəs yaxşı, indi burada biz demək bir ərazi vardı ki, həmin o ərazinin
ərazi ilə barışmalı olur da, Fransa əlindən çıxması ilə barışmalı olur. Misir idi, bəli. Misiri Fransa hansı dövrdə ələ keçirmişdi və kimdən almışdı, hansı dövlətdən almışdı? Osmanlıdan 1798-ci ildə, Aha. amma 99-da orada məğlub olub çıxır da Misirdən. Bəli, 99-cu ildə məğlub olub çıxmış olacaq və deməli, ondan sonra isə artıq 1802-ci ildə də sonda Misirin itirilməsi barışmalı olur. Bəs yaxşı, bu Misir üzərində İngiltərənin hakimiyyətini sonra nə zaman tanıyacaq Fransa? Aha, Misir üzərində bu deməli ittifaq Antanta yaradılanda 1904 idi müəllimə. 1904-cü ildə Antanta yaradılanda yox, Antantanın davamı olanda. Çünki Antantanın əsası qoyulmuşdu neçənci ildə? Bir dənə kömək eləyək. 94-cü ildə Rusiya ilə Fransa arasında müqavilə imzalamaqla Antanta başlanğıcı qoyulmuşdu. 1904-cü ildə isə deməli Fransa ilə İngiltərə arasında müqavilə imzalanır və bunun da nəticəsində Antantanın ikinci addım atılmış olacaq və Fransa Misir üzərində İngiltərə nağalını tanımış olur. Bəs yaxşı, bu İngiltərə Misiri nə zaman ələ keçirmişdi ki? 1882-də. 82-ci ildə. Bəli, Süveyş kanalına bir yerdə Misiri ələ keçirmişdi. Tamam. Bir də baş ştatlar. İlk dəfə Fransada baş ştatlar nə zaman çağırılıb? 1302-ci ildə 4-cü gözəl film çağırılmışdı. 1302-ci ildə çağırılmışdı, bəli. Və bir müddət 17-ci əsrdə demək olar ki, baş ştatları artıq çağırmamaq qərarına gəlmişdilər və çağırılmırdı baş ştatlar. Olduqca mövqeyi sarsıdılmışdı, zəiflədilmişdi. Amma uzun bir aradan sonra Fransa kralı 16-cı Ludovikdə xüsusi hakimiyyətdə. 16-cı Ludovik məcbur olur ki, baş ştatları çağırsın. Səbəb? Vergilər təyin eləmək üçün eynən İngiltərədə olduğu kimi yeni vergilər lazım idi. Ona görə baş ştatlar çağırmaq məcburiyyətinə qalmışdı. Amma bu baş ştatlar çağırılan zaman burada ən çox narazı olan qüvvə hansı idi? Kəndlilər idi. Bəli, kəndli təbəqəsi idi. Aha. Çünki orada deyir kəndlərə xüsusi olaraq yer verirlər baş ştatlarda. Zaten İngiltərədə məsələn kəndlilər parlamentdə təmsil olunmurdular, amma Fransada baş ştatlarda təmsil olunurdu kəndli təbəqəsi. Və bu da elə həmin o baş ştatların dövlət üzərində olan təsirlərinin, dövlətdə mövqeyinin təsirinin zəif olduğunu göstərir ki, çünki ən çox narazılıq səs-küy yaradan təbəqə kəndli təbəqəsi hesab olunurdu. Və bu kəndli təbəqəsinin də deyir baş ştatlarda daha çox yer ayırmışlar bu dəfə. Səbəb isə onlar üzərinə daha ağır vergilər qoyacaqdılar. Bunu da kəndlilər qəbul etmirdilər axı. Elə burju inqilabına başladan kəndli təbəqəsi olmurmu? Onlar çıxacaqlar, özlərini ayrıca milli məclis adlandıracaqlar, bəli, öz qüvvələrini, qoşunlarını toplayacaqlar və daha sonra isə artıq Bastiliya qalasını ələ keçirməklə Fransa burju inqilabına başlamış olurlar. Bəs yaxşı, Viyana konfransında konqres çağırılır da. Bu konqresdə deməli, hansı dövlət təzminat ödəmək məcburiyyətinə qalır? Təzminat ödəyir. Fransa. Bəli, Fransa təzminat ödəyir. Bir də Almaniya ilə olan müharibə, daha doğrusu Prusiya ilə olan müharibənin nəticəsində də təzminat ödəmək məcburiyyətinə qalmışdımı Fransa? Bəli, 5 milyard frank marka 71-ci ildə. Və hətta qeyd olunurdu ki, o təzminat ödənilib bitənə qədər Alman qoşunları Fransanın şimal-şərq hissəsində bəli, qalmalı idilər, oradan çıxarılmamalı idilər. Bu da mix suallardan biri olmuşdu, orada belə bir ifadə keçirdi, qeyd olunurdu. Napolyonun sonuncu dəfə sürgün edilməsi nə vaxta düşür? 1815. 15-ci ildə son dəfə bəli, Napolyon sürgün edilmişdi. Müqəddəs Yelin adasına və bununla da artıq 6 il orada qalır. Çünki 1821-ci ildə öləcək. Kontinental blokada haqqında dekret. Nə dekret idi bu və kimlə imzalanmışdı birinci növbədə? Burada Fransa daha çox istəyirdi ki, İngiltərəni iqtisadi sarsılsınlar. 1806-cı ildə imzalanmışdı bu. Hansı dövlətlə imzalanır birinci növbədə? Avropa ölkələrində də mənim... Əsas Prusiya ilə imzalanır. Birinci Prusiya ilə. Prusiya ilə, bəli. Aha. Prusiya ilə imzalanmışdı əvvəlcə, sonra digər Avropa dövlətlərində də şamil olunmuşdu əlbəttə ki, yəni tabe etdiyi dövlətlər olsun, öz müttəfiqlər, yaxın dövlətlər olsun ki, onlara şamil edilmişdi həmin bu kontinental blokada haqqında dekret. Bəs yaxşı, bu dekret İngiltərəyə qarşı yönəlmişdi, düzdürmü? Vaxtilə mövcud olmuş, əsası qoymuş hansı siyasət burada demək olar ki, iflasa uğrayır? Hansı prinsip iflasa uğrayır burada?
kontinental bloka deyilən. Vestfaliya. Bəli, Vestfaliya prinsipi idi, Vestfaliya sistemi idi. Çünki orada var idi axı bir dövlət başqa bir dövlətin işinə qarışa bilməz də. Aha. Amma bu ümumi vəziyyətə son qoyan Napolyon olacaq. Aha. Tamam. Bəs yaxşı bu dekret 1806-cı il kontinental blokad haqqında dekret öz səmərəsini verdimi? Fransa gözlədiyini əldə etdimi? Xeyr, daha çox yəni bu Fransa üçün mənfi nəticələri oldu. Çünki həmin o kontinental blokadaya daxil olan ölkələr gizli yollarla, yəni də İngiltərə ilə iqtisadi münasibətlər saxlayırdılar. Həmin ki, İngilis malları Fransız mallarına nisbətən həm ucuz idi, həm də keyfiyyətli idi. Fransız malları daha baha və keyfiyyətli idi. Burada iqtisadiyyata mənfi təsir göstərdi. Bəli, olduqca mənfi təsirini göstərmişdi iqtisadiyyata. Tamam. Və ondan sonra bu kontinental blokadan tamamilə ləğv edilməyən dövlətlərə tam sərbəstlik verirmi İngiltərə ilə əlaqə saxlasına, yoxsa müəyyən bir məhdudiyyətlər qoyur yenə? Məhdudiyyətlər qoydu, güzəştlər eləyir ki, yəni güzəştli tərzdə yenidən İngiltərə ilə iqtisadi əlaqələr yarada bilərdilər. Bəli, amma müəyyən məhdudiyyətlər çərçivəsində tamamilə yenə də bayaq qadağa qoymuşdu tamamilə, indi isə məhdudlaşdırmışdı bu sistemi. Yaxşı, daha sonra Voltaire var maarifçilərdən. Voltaire nə istəyirdi bəs? Vicdan azadlığı idi və fikir və vicdan azadlığı. Bəli. Bu daha çox mütləqiyyətin ləğv olunmasını, bir də yəni ilahiləşdirilirdi də. Məsələn, bu yeni dinlə bağlayırlar ki, ilahidir bu hökmdarların hakimiyyəti, onu ləğv eləməyə çalışırdı. Aha. Yəni kilsəyə qarşı çıxırdı da, bir sözlə belə deyəcəyik də, biz kilsəyə qarşı çıxırdı. Bəs kilsəni sərt formada tənqid edirdimi, yoxsa İngilis maarifçiləri kimi ötəri idi? Elə də sərt deyildi tənqid. Fransa maarifçiləri daha çox kəskin qarşı çıxıblar da. Bəli, Fransada daha sərt idi, daha kəskin idi, amma İngiltərədə elə deyildi. İngiltərədə tənqid vardı, amma sərt tənqid yox idi. Bəs burada Voltaire mütləqiyyət qaydaları tamamilə ləğv olunmasını istəyirdi, yoxsa məhdudlaşdırılmasını istəyirdi? Tamamilə ləğv olunmasını istəyirdi. Tamamilə ləğv olunmasını. Bəs hansı nümayəndə idi ki, məhdud monarxiya sistemini istəyirdi? O Montesquieu idi. Montesquieu. Hətta Montesquieu hansı dövlətin idarəetmə quruluşu kimi bir idarəetmə sistemi istəyir? İngiltərədəki kimi məhdud monarxiya, bəs Amerikadakı kimi? Həm də istəyirdi ki, üç hissəyə bölünsün də, qanunverici, icra edici, bir də məhkəmə. Bəli, hakimiyyətin üç qola bölünməsini istəyirdi. Dünya tarixində ilk dəfə hakimiyyət bölgü prinsipi Amerikada baş verib 1787-ci ildə, o mövzusunda keçəndə məlumatımız olacaq, konstitusiya əsasında orada olmuşdu. Və bunlar da istəyirdilər ki, hakimiyyətin bölgü prinsipi. Deməli, Montesquieu məhdud monarxiya və hakimiyyətin üç qola bölünməsi prinsipi. Voltaire söz vicdan azadlığı, kilsə sərt tənqid olunur, ruhanilər burada sərt tənqid olunurdu və bir də mütləqiyyətin ləğv olmasını istəyirdi. Jean-Jacques Rousseau isə sosial təbəqə, aşağı təbəqə müdafiə edir və respublika sisteminə tamamilə, ümumiyyətlə respublika sisteminə önəm verir və tamamilə monarxiyanın ləğv olmasının tərəfdarı idi. Bunlar maarifçilərin yetki sistem istəkləri idi. Və ümumiyyətlə, deyir, maarifçilər əslində inqilab tərəfdarı olmasalar da, onların ideyaları insanları inqilaba səsləmişdilər. Bəs burada, deməli, kəndli təbəqəsi, indi biz dedik ki, baş daxla çağırılan zaman, burada kəndli təbəqəsi üzərində daha çox vergi qoyulur, düzdürmü? Amma kəndli təbəqəsinin narazı olduğu başqa məsələlər də vardı. Əsas istəkləri, fikirləri nələr idi kəndlilərin? Kimlərin özlərini müqayisə etməyə çalışırdılar? Bilməm, orada deyil ki, vergilər yalnız üçüncü təbəqənin üzərində idi. Onlar istəyirdilər ki, bütün təbəqələr vergi ödəsin də. Burjuaziyada, zadəganlarda, ruhanilərdə ona daha çox istəyirdilər, ona qarşı çıxırdılar. Bəli, ona qarşı çıxırdılar. Bəs yaxşı, yəni vergi mükəlləfiyyətindən çox səsi onların əsas ağırlığı onların üzərində dayanmışdı. Onlar siyasi hüquq istəyirdilər, siyasi fəaliyyət istəyirdilər, onların da rolu olsun, hüquqları olsun, bəli, daha az vergi ödəmiş olsunlar, mükəlləfiyyət daşımaqdan azad olmuş olsunlar, istəkləri əsasən buna qarşı idi. Bəs yaxşı, burjuaziya deyəndə ümumi olaraq kimlər nəzərdə tutulur? Bu sənaye ilə məşğul olanlar da
pulsuz əməkdən istifadə edenlər. Sənəy işlərinə daha çox məşğul olanlar da ticarətin inkişafla məşğul olan şəxslər idi. Bəli. Və onlar daha çox deyir mərkəz əyalətlərdə, mərkəz hissələrdə yaşayan şəxslər hesab olunurdu. Bəs bu burjuaziyalar, burjuaziya təbəqəsinin müəyyən bir siyasi hüquqları var idimi, yoxsa onlar da siyasi hüquqlar məhrum idi? Siyasi Onlar hüquqlardan. da məhrum idi, kəndlilər, yəni 3-cü təbəqə siyasi hüquqlardan məhrum idilər. Aha. Deməli burjuaziya təbəqəsi ümumilikdə götürdükdə 3-cü təbəqə hesab olunurdu. Bəli. Bəli. Ziyalı təbəqə nümayəndələri idilər. İkinci təbəqə ruhanilər idi, ikinci təbəqə zadəganlar idi. Zadəganlar. Təbəqəsi kəndlilər, Aha. tacirlər, sənətkarlar, burjuaziya Bəli. onlara daxil idi. Aha, tamam. Deməli burjuaziya təbəqəsi ümumiyyətlə bu 3-cü qrup təbəqə tək siyasi hüquqlardan yox, hətta sosial hüquqlardan da məhrum idi deyə bilərikmi? Bəli. Bəli. Sosial hüquqlardan da ona müəyyən məhrumiyyətləri var idi. Bəs bu ruhani və zadəgan təbəqəsi necə idi? Onlar tam sərbəst idilərmi? Onların hüquqları geniş idimi? Bəli, azlıq təşkil edirdi onlar, Hı hı. amma vergi və mükəlləfiyyətlərdən azad edilər, toxunulmazlıq hüquqları var idi. Aha, vergi mükəlləfiyyətlərindən azad edilir. Yəni bu təbəqələr də istəyirdilər ki, istər burjuaziya təbəqəsi olsun, istər bu kəndli təbəqələr olsun, onlar da istəyirdilər ki, zadəganlar kimi, ruhanilər kimi vergi mükəlləfiyyətlərdən azad olsunlar. Bəli, onların da müəyyən hüquqları olsun. Buna görə, yəni burada da ortada olan o narazılıq istərsəməz onların ayrılmasına, özlərinə ayrıca bir milli məclis adlandırmasına və inqilabın başlanmasına gətirib çıxardan amillərdən hesab olunurdu. Yakobinçilər diktaturası var. Hansı dövrə əhatə eləyir? 1793-94-cü illərə əhatə edilir. Daha çox terrorla anılırlar bunlar. Bir də Müqəddəs Yakob kilsəsinə yığıldıqlarına görə elə adlandırılır. Bəli, Yakobinçilər ona görə adlanırdılar. Ondan da dövr terror dövrü adlanır. Təhsil sahəsinə önəm verirdilərmi Yakobinçilər? Bəli, təhsilə önəm verirdilər və bütün əhali üçün məcburi ibtidai təhsil təşkil eləmişdir. Amma daimi deyildi də bu. Yəni bir sıra ərazilərdə oldu. Geniş formada da yayılmamışdı, uzun müddətli də getməmişdi. Bəs bu təhsil sistemi pullu idi, yəni ödənişli yoxsa ödənişsiz? Pulsuz təhsil. Bəli, pulsuz təhsil sistemi idi. Bəs ordu sistemi o necə təşkil edilmişdi? Təzədən qurulur, səfərbərlik olunur və ordu yaranır da, daimi ordu yaranır. Bir də manufakturalar fəaliyyətə başlayıb bu silahlar istehsal etmək üçün. Aha, düzdür. Tamam, bu Yakobinçilərin bir sıra tədbirlərinin hesabı hər kəsdə deyir, bütün o gənc əhali, əli silah tuta bilən əhali, hər kəs ümumi bir formada orduya dəvət olunurdu. Daha sonra, bəs yaxşı, indi Fransa inqilabı gedişatında, bu inqilab hələ 99-a qədər deyirik ki, davam edir də. Bu inqilab gedişatında biz bir sıra dövlətlərlə Fransanın müharibə apardığını vurğuladıq xarici siyasətdə. Xüsusilə də Napolyon bu mübarizələri aparırdı ən çox. Bəs yaxşı, indi Napolyon gedir Şimali İtaliya torpaqlarını tutub. Bu Şimali İtaliya hansı dövlətin nəzarəti altındaydı? Kimdən alır Şimali İtaliyanı? Avstriyan himayəsində idi və alır Avstriyadan Şimali İtaliyanı, amma sonradan yenidən Rusiya ilə müttəfiqlik yaradaraq Avstriya geri alır da Şimali İtaliyanı. Nə zaman geri alacaq? Hansı amildən istifadə edəcək, geri qaytaracaq? Misirdə olan zaman, Misir işğal edildi. Aha, bəli. Olan zaman Napolyon onu geri qaytarır. Burada fürsətdən istifadə edəcək, Rusiya ilə əlaqə quracaq və onun vasitəçililə də bəli, Şimali İtaliyanı yenidən geri qaytarmış olacaq. Bəs 1795-ci ildə Avstriya ilə, daha doğrusu Fransa ilə müqavilə imzalayıb müharibədən çıxan dövlətlər hansılar olur? Rusiya, Hollandiya və İspaniya. Bəli, Rusiya idi, İspaniya idi, Hollandiya idi. Bunlar müqavilə imzalayaraq müharibədən çıxdıqlarını bildirmişdilər. Yaxşı, Fransa tarixində 1-ci imperiya dövrü neçənci illərə əhatə eləyir? Bu 1804-1814-cü illərə əhatə edir. Napolyon Bonapartlar sülaləsi. Bəli, Bonapartlar sülaləsinin birinci mərhələsi hesab oluna bilər bu. Çünki Napolyon Bonapartlar sülaləsinin nümayəndəsi idi. Bəs Fransa tarixində ilk dəfə prezidentli respublika sistemi nə zaman qurulub? Prezidentin respublika sistemi şeydə götürür də mənimlə bu Louis Napolyonla. Neçənci ilə əhatə edilir ikinci respublika? Deməli 48-52. 48-52. Biz burada 3-cü Napolyon mu deyəcəyik, yoxsa Louis Napolyon mu deyəcəyik? Burada Louis Napolyon, imperiya yaradanda isə 3-cü Napolyon. Aha, buna mütləq fikir veririk. 1848-1852-ci illərdə biz 3-cü Napolyon ifadəsi əsla işlədə bilmədik.
Burada biz işlədəcəyik Louis Napoleon. Amma 52-ci ildə imperiya sistemi ki qurulur, orada artıq 2-ci imperiya sistemində biz Louis Napoleon ifadəsi işlətmiş olacaq. Yəni buna xüsusi olaraq diqqət etdirin ki, nəzərimizdə qalsın bu. Yaxşı, daha sonra Fransa 20-ci əsrin əvvəllərində sənaye istehsalına görə 19-cu əsrdə və 20-ci əsrin əvvəllərində neçənci yerlərdə dayanırdı? Deməli, sənaye istehsalına görə Bəli. 4-cü yerdə idi. Nə zaman 4-cü yerdə idi? 20-ci əsrin əvvəllərində. Aha, dünya üzərində 4-cü yerdə idi. Avropada neçənci yerdə olmuş sayılır? 3-cü yerdə olmuş. 3-də idi. Bəs yaxşı, 19-cu əsrdə bəs neçənci yerdə idi sənaye istehsalına görə? Onda 2-ci yerdə. Bəli, çünki birinci yerdə İngiltərə idi, ikinci yerdə isə Fransa hesab olunurdu, bəli. Amma sonraki dönəmdə Almaniyanın inkişafı nəticəsində Almaniya onu ötüb keçəcək. Avropada ötüb keçəcək, ümumiyyətlə dünya tarixində isə Amerika ötüb keçəcək, hər bir dövlət Amerika ötüb keçmiş olur. Ona görə də belə yer dəyişməsi baş vermiş olur. Fransa-Prusiya müharibəsi neçənci illəri idi? 1870-71-ci illər. Fransa müharibəyə hansı idarəetmə siyasi quruluşda daxil olur və hansı siyasi quruluşdan çıxır? Deməli, imperiya ilə daxil olur, respublika olaraq çıxır. Aha, imperiya sistemi kimi qoşulacaq. Və müharibə gedişatında hətta imperiya devrilir, respublika qurulur və respublika formasında da müharibədən çıxmış olacaq. Tamam, bu məsələdə burada öz əksini tapır. Bir də revanşizm siyasəti yeridilirdi. Bunu da soruşum. Revanşizm siyasəti hansı dövlətə qarşı yeridilir? Deməli, Almaniya qarşı yönəlmişdi. Bu məğlub olduğuna görə təzminat ödəyir. Həm də ki, Elzas və Latoringiya ərazisini Almaniya verir və onlara qarşı da revanşizm hissi yaranır da iqtisadiyyatı. Aha, bəli, itirdiyi torpaqları geri qaytarmaq istəyirdi. Sonra nə qədər təzminat ödəmişdi. Bəli, və təzminat da bəli 5 milyard frank məbləğində, hətta təzminat ödənilən zaman bayaq vurğuladığımız kimi qarşısına müəyyən bir şərt qoyulmuşdu ki, deməli Alman ordusu onun ərazisində qalmalı idi. Şimal-şərq hissəsində xüsusilə, bütün ərazidə yox, xüsusilə şimal-şərq hissələrində qalmalı idi. Bu məsələ burada xüsusilə əks olunmuşdu və deməli Fransa 2 il müddətində ödəyib bitirəcək həmin o təzminatı. Belə bir məlumat oxumuşdum. 1873-cü ildə ödəyib bitirir, ondan sonra almanlar qoşunlarını çıxardır. Bu bizə nəyi xatırladır? Bir dənə də biz müharibədə təzminat məsələsində buna oxşar bir ifadə keçmişik ki, orada da təzminatın yarısı ödənilənə qədər qoşun qalacaqdı qarşı dövlətin ərazisində. Kim xatırlayırsa deyə bilər. Keçmiş o dövlət. O müharibəni keçmişik. Bəli, Türkmənçaydaydı. Aha, orada Rusiya deməli Qacarlar Rusiyaya müharibə, daha doğrusu təzminat ödəyib bitirənə qədər, ən azından yarısını bitirənə qədər qoşunlar Rus qoşunları qalmalı idi Qacarların torpaqlarında. Çünki orada Rus qoşunları 1827-ci ildə tutmuşdu axı bir sıra əraziləri, Xoy, Mərənd, bəli, Təbriz idi, Maku idi. Ondan sonra 28-də Urmiya, Ərdəbil kimi torpaqlara da keçirmişlər axı. Bəli, bununla bağlı idi. O ərazilərdə qoşun saxlamışlar və qoşun da oradan təzminatın yarısı ödənilənə qədər orada qalacaqdı. Ümumiyyətlə, Fransa maarifçilərini ümumilikdə götürsək, hamısı üçün. Deyə bilərikmi ki, hamısının bir amalı vardı, mütləqiyyətə qarşı çıxırdılar, kilsəyə qarşı çıxırdılar. Bəli, əsas mütləqiyyətin devrilməyini istəyirlər, amma azca fərqliliyi var idi hərəsinin məqsədində. Amma əsas mütləqiyyətə qarşı idi. Bəli, ən əsas mütləqiyyətə qarşı idi, kilsə qaydalarına qarşı idi, mütləqiyyət qaydalarına qarşı idi. Yəni, ümumilikdə hər birinin fikrini ümumi toplasaq, düzdür, ayrı-ayrı istəklər də var, deyil mi? Bayaqlam danışdıq yoldaşlarla biz ona. Ayrı-ayrı istəkləri olsa belə, amma ümumilikdə götürdükdə mütləqiyyətə qarşı çıxırdılar onlar. Yaxşı, bəs 14-cü Ludovikin dövründə vergilər hansı qaydada toplanılırdı? Burada mənim vergilər artırılmışdı. Əsas da elə 3-cü təbəqə bundan əziyyət çəkirdi, həm də iltizam qaydası əsasında toplanma var idi. İltizam da çox, yəni müəyyən məbləğdə kimsə pul ödəyirdi, o artıq vergi yığmaq səlahiyyətinə malik idi də. Bu da əslində etirazları böyütmüşdü. Bəli, etirazlar səbəb olacaq amillərdən hesab olunurdu və vəziyyət o qədər də yaxşı deyildi. Bəs indi bir məsələ vardı. Yaxşı, 16-cı Ludovikin dövründə də baş ştatlar dedi çağırıldı. Məqsəd isə vergi qoymadı. Çünki o dövrlərdə baş ştatlar olsun, parlament olsun, yəni qanunverici orqanların razılığı olmalı idi əlavə insanlar üzərinə vergi qoyulması məsələsində. İndi baş ştatlar burada çağırmaqdan məqsədi nə idi? Niyə bu xəzinə boşalmışdı ki? Səbəb nədən qaynaqlanır? Burada müharibələr aparılmışdı, bununla bağlı ola bilər. Müharibələr aparmışdı bu bir. Sonra
Hansı dövlətə həddən artıq yardım göstərmişdi? Bəli, Avropa ölkələrinə, Avropa yox, ABŞ. Amerikaya. Amerikanın istiqlaliyyət müharibəsində Fransa Amerikaya yardım göstərir. Qanunsuz həbslərin qadağan olması kim xatırlayır belə bir şeyi? İki yerdə keçmişik. Müəllimə, uzun müddətli parlament belə bir şey vermişdi. Orada var, bəli. Bir də Respublikada da, İngiltərə Respublikasında. Yox, respublikada yoxdur. Rusiya bölməsində. Qanunsuz həbslərin qadağan olması Rusiyada yoxdur. Hə, o birisini keçməmisiniz. Yaxşı, elə hardan gəldi? Hərdən fırnaf yenə gəlirəm bura. Amerika Birləşmiş Ştatlarında 1791-ci ildə deməli konstitusiyaya əlavə düzəlişlər olunur George Washington tərəfindən və orada qanunsuz həbslərin qadağan olunması məsələsi orada vurğulanır, əks olunmuşdu. Bir də uzun müddətli parlamentdə də keçmişik bu ifadəni. İndi də Fransada keçdik. Yəni 3 yerdə artıq ortaq cəhət kimi biz bu ifadəni keçmiş olduq. Tamam. Bəs yaxşı, Fransanın ilk konstitusiyası dedi ki 1791-ci ildə qəbul edilmişdir, düzdürmü? Bəs bu konstitusiyaya görə nə deyə bilərik? Əsas deyir ki, Fransa işğalçılıq məqsədlə müharibə eləməməli idi. Sonra hakimiyyətin bölünməsi prinsipi var idi. Suverenlik yenə xalqda idi. Bir də kralın səlahiyyətləri məhdudlaşırdı, amma icra hakimiyyəti yenə də kralda idi. Bəli, icra hakimiyyəti kralda idi, amma səlahiyyətlər məhdudlaşdırılmış bir formada idi. Çünki zaman keçdikcə artıq kral hakimiyyətin tamamilə ləğv olunmasına doğru yönəlirdilər. İstəmirdilər, mütləqiyyəti, monarxiya sistemini istəmirdilər də ləğv eləməyə çalışırdılar. Bəli, işğalçılıq məqsədli müharibələrdən də imtina etdiyini də boyun almışdı. Artıq imtina etdiyini qəbullanmışdı burada. Suverenlik hüququ da yenə də xalqda olduğu təsdiqlənmişdi. Bununla da artıq bu konstitusiyaya görə mütləq monarxiya sisteminə son qoyuldu deyə bilərikmi? Konstitusiyalı monarxiya oldu. Bəli. Aha, konstitusiyalı monarxiya sistemi. Yəni məhdud monarxiya sistemi formalaşır. Yəni konstitusiyalı monarxiya sistemi burada qurulduğu elan edilmiş olacaq. Tamam. Bu da 1791 konstitusiyası. Bəs yaxşı, bu inqilab gedişatında bir dəfə də konstitusiya qəbul olunub. Bunu kimlər qəbul etmişdi? Hansı dövrdə qəbul olunmuşdu? 1799-cu ildəki, 95-də oldu. 95-də, 99 konstitusiyasını vermirlər artıq, 95-ci ildə. Qabaq 93-də də verirdilər bu Yakobinçilər zamanında. Qabaq orada da vardı konstitusiya. İndi onu çıxardıblar, yoxdur. 95-ci ildə konstitusiya var. Bu dövr hansı dövr idi? Bu direktoriya dövrü. Bəli, direktoriya dövrü idi. Direktoriya dövrü ümumilikdə neçənci illərə əhatə edir? 94-99-u. Bəli. Bəs 99-da çevriliş eləyən kim oldu? Direktoriyan devirdi. Napolyon idi, bəli. Məğlub oldu türklərə. Ona görə gəldi burada çevriliş elədi, hakimiyyəti ələ aldı. Tamam, bəs yaxşı, belə bir məsələ vardı. Deməli, bu birinci koalisiya ilə olan Fransaya qarşı olan müharibə 1792-1802-ci illər oldu da. Ən sonda da deyildi ki, bayaqlar məlumat verdi. İngiltərə müqavimət imzaladı və o müharibəni bitirdi. Fransada uğur qazandı burada. Ümumi götürdükdə uğur qazandı. Çünki hər bir dövlət məğlubiyyətlə çıxır. Bəs yaxşı, deməli, həmin bu müharibənin son nəticəsi Fransa hansı ərazidən imtina etməli olur? Misirdən. 1799-da məğlub olmuşdu. Müqavilə ilə də tamamilə əl çəkdi. Bəs yaxşı, ikinci bir koalisiya nə zaman qurulmuşdu Fransaya qarşı? Rusiya deyəsən qurulmuşdu onu. Burada da Rusiya qoşulacaq. Yox, yenə də elə İngiltərə, əsas bu dövlətlər, Avstriya, Rusiya, İngiltərə bu dövlətlər var idi və Rusiya da qoşulmuş olacaq fərqli olaraq. Məsələn, birincidə Rusiya yox idi. Amma birincidə belə bir məsələ var. Rusiya olmasa da, Rusiyanın özü belə Fransaya qarşı mübarizə aparmışdı. Avstriya kömək eləmişdi. Bəli, 1798-ci ildə Avstriya hansı ərazini almaq istəyirdi həmin vaxtda? Şimali İtaliya. Bəli, Şimali İtaliya. Sonra da Rusiyanın köməyi ilə geri qaytara bilmişdi. Bəli. Deməli, burada Rusiya, baxmayaraq ki, həmin bu koalisiyada deyildi, amma Fransaya qarşı da mübarizə aparıb. İkinci müharibə dövründə də müharibə olubdu. Orada amma rəsmən özü də müharibə aparmışdı Rusiyanın. Ki, həmin o ittifaqda Rusiyada var idi. Və bu ittifaq nəyə qarşı yönəlmişdi? İndi birincini bildi ki, Fransada ümumi respublika sisteminin qurulması, kral hakimiyyətinin ləğv olması, yəni bu sistemlərə qarşı yönəlmişdi. Düzdürmü? İnqilaba qarşı yönəlmişdi. Bəs yaxşı, ikinci koalisiya ittifaq nəyə qarşı yönəlmişdi? İkinci koalisiyanın yaranmağında ən əsas səbəb Fransa Rusiyaya hücum eləməklə böyük səhv eləmişdi. Çünki orada məğlub oldu, o da vəziyyəti çətinləşdirdi. Yox, o Rusiya məsələsi, o Fransanın dağılmasının başlanğıcı məsələsidir. Bəs həmin o ittifaqın əsas 1805-dən qurulur axı. Bu nə ilə bağlı idi bu ittifaqın qurulması? Onu soruşuram. Napolyon hansı siyasətinə qarşı ittifaq qurulurdu? İşğalçılıq müharibələr gedirdi. Bəli, işğalçı Avropada, Afrikada,
İstəyirdi o öz mövqeyini möhkəmlətmiş olsun. Xarici siyasəti bunda dövlətlər qəbul etmirdilər axı. İstəmirdilər Fransanın güclənməsini. Ona görə ona qarşı çıxır. Bəli. Bəs yaxşı, indi belə bir sual verim. Bax, biz demişdik ki, Vestfaliya konferansına görə Fransa Avropada üstünlük qazanan dövlət oldu, düzdürmü? Siyasi üstünlük İspaniyadan keçdi Fransa nəzarət altına. Eləmi? Bəs yaxşı, indi mənə deyə bilərsənmi ki, Fransanın Avropadakı nüfuzu nə zaman sarsılır və kim tərəfindən? Buna mənim Sedan müqaviləsini deyə bilərik 1870-də, yəni Prusiyaya məğlub olandan Bu təsir elədi, bəli. Bəs kim Avropadan təcrid elədi Fransanı? Bu mənim Almaniya ilə bağlanan müqaviləyə əsasən. Çünki Elzas Fərinciyanı itirir axı ona görə. Bismarck, ümumilikdə Bismarck təcrid eləyəcək. Və bununla da bizi 1871-dən götürəcək də. Bununla da deyəcək ki, bəli, Fransanın Avropadakı siyasi mövqeyi sarsıldı və Avropadan təcrid olunmağa başlandı. Onu da təcrid edən Bismarck idi. Bayaq da biz bunu vurğuladıq. Bismarck, bir daha təşəkkür, sən həmin vaxtda qoşulmamışdın. Bismarck Fransada hansı idarəetmə quruluşunu daha çox dəstəkləyirdi? Respublika mı yoxsa imperiya mı? Yəni monarxiya mı? Almanya mı? Almanya baxmayaraq ki, özü monarxiya idi, imperiya sistemi idi. Amma burada qeyd olunur ki, yəni o daha çox respublika sistemini dəstəkləyirdi ki, digər monarx dövlətlər Fransa ilə yaxınlaşa bilməsinlər. Belə bir məsələ var idi. Ona görə respublika quruluşunu dəstəkləyirdi. Bəs yaxşı, hansı amil Fransanın artıq bu təcrid olunma siyasətini sona çatdırdı? Məsələn, yenə bu müqaviləni deyə bilərik. 1871 Yox, ondan təcrid olunma, o təcridçiliyin əsası qoyulur. Avropadan təcrid olunacaq. Bəs bu təcrid olunma prosesinin son qoyulması nə vaxt olacaq? Məndən deyim. De görüm. Fransanın müqavilə bağlayında 1890-da. Onda şeydir, o bir də cümlə var. Deyir ki, Bismarckın qoyduğu təcrid siyasəti son qoyulur. 1890-cı ildə Bismarck vəzifədən gedəcək və 1894-cü ildə isə Fransa ilə Rusiya arasında müqavilə. Bəli, bu da təcrid olunma prosesinə son qoymuş olacaq. Yəni bir sözlə Fransanın təcrid olunmasına son qoyan demək olar ki, Rusiya ilə bağlı olan bir siyasət idi ki, bundan sonra son qoyulmuş olur. Bəli, məsələ buydu. Sedan fəlakəti də 1870-də bunda vurğuladıq. Bəs yaxşı, indi Cəlalə, bir dənə də Fransanın Prusiya ilə biz bir müqaviləsini keçmişdik ya ki, bir tərəflik müqaviləsi. Prusiya Avstriya ilə müharibə aparan zaman bir tərəflik bir müqavilə imzalamışdı. 1906-cı ildə deyirsiniz, mən Berlinin tutulması. Yox, bir tərəflik. Bir dənə xatırlayaq. 1865 idi. Bəli, 65-ci ildə bir tərəflik siyasəti yeridir. Və orada müqavilə imzalanmaqla bir tərəfliyini elan eləyir və sadəcə olaraq Fransanın həmin o bir tərəfli siyasət yeritməsi, daha sonra Almanya, Prusiyanın o birləşmə siyasətinə mane olmaması, Avstriyaya qarşı apardığı müharibədə geri çəkilməsi, kənarda durması deyir, ölkə daxilində 60-cı illərdə inqilabi təhlükə formalaşdırmışdı. Və Fransa da bu inqilabdan qorxurdu, istəmirdi Napolyon. Ona görə inqilab baş verməsin deyə Prusiya ilə müharibə başlamış olur. Amma sonda nə baş verir? Yenə inqilab baş verir. Yenə inqilab olacaq və imperiya sistemi artıq devrilmiş olur. Bəs yaxşı, iqtisadi böhranla bağlı inqilab nə zaman olur? Dedi, iqtisadi bir böhran baş verir, bundan sonra da inqilab olacaq ölkədə. Bu 1878-79 inqilabı. Niyə ora getdin? Fəhlələrin vəziyyətini Yox, yox. 47-də olur. 47 iqtisadi böhran 1847-ci ildə. Dedi, iqtisadi böhran baş verir, vəziyyət pisləşir və daha sonra isə bir il sonra 48-ci ildə isə artıq hansı sülalənin dövrü tamamilə başa çatacaq burada? Burbonlar. Bəli, Burbonların dövrü başa çatacaq və ikinci respublika sistemi formalaşmış olur. Və bu respublikada birincidən fərqli olaraq prezidentli respublika idi və Fransa tarixində ilk prezidentli respublika hesab olunur. İlk prezident isə kim seçilir? Napolyon. Bəli. Və Louis Napolyon. Üçüncü Napolyon ifadəsi işlətmirik. Louis Napolyon deyəcək. Louis Napolyon prezident seçilmişdi. Tamam. Daha sonra bəs Fransa tarixində ümumi səfərbərlik haqqında bir fərman verilir. Neçənci ildə verilmişdi bu fərman? Bu mənim koalisiyanın ilk illərində olmuşdu. 1795-də deyə bilərik. Yakobin diktaturası dövründədir. Könüllülər cəlb olmuşdu bura. Amma 95-də ola bilməz ki, Yakobin diktaturası neçənci ildə əhatə edir? 93-94. Aha, və bu qərar da verilir 93-cü ildə. 93-cü il.
Bəli. Ondan sonra yəni qalibiyyət əldə edə bildilər, amma belə ümumilikdə koalisiyanın ilklərində onlar məğlub olurdular. Aha. Burada xüsusi manufakturlar da yaradırlar, silah-sursat istehsal etmək üçün xüsusi manufaktur təşkil etmiş olurlar. Hər bir gənc orduya səfərbər edilmiş olur, qəbul olunur və hər kəs də öz belə deyək də birgə mübarizə aparmış olur. Könüllü bir formada da orduya daxil olacaqlar, birgə mübarizə aparacaqlar, amma Yakobin diktatorunun ömrü uzun olmur. Çevriliş baş verəcək və bu çevriliş nəticəsində də deməli artıq Yakobin diktaturasına tamamilə son qoyulmuş olacaq. Bununla da. Orada ordu ilə bağlı idi ki, əvvəllər kiçik ordular əgər gedirdisə müharibəyə, bundan sonra artıq bütün xalq hamı birləşib gedirdi. Bəli, birlik olacaqlar. Aha. Və Fransanın çalışırdılar ki, düşməndən azad edilsin. Bəs azad edilmişdimi Fransa ümumi düşməndən? Xarici düşmənlərdən Yakobin diktaturası dövründə azad olundu. Bəli. Tədbirlər. Aha, bu ifadə işlədir. Tədbirləri, amma ki, yəni də düşməni azad edə bilmişlər. Sadəcə ömrü uzun çəkmir, elə bu Termidor çevrilişi nəticəsində də devrilmiş. Yəni mübarizə gedirdi aralarında, tez-tez hakimiyyət dəyişirdi ona görə. Bəli. Bəs yaş Napolyon tərəfindən Osmanlının mühasirəyə alıb da ələ keçirə bilmədiyi bir şəhər ələ keçiriləcək. Viyana. Bəli, Viyana. Osmanlı 2 dəfə uğursuz yürüş eləyir, amma tuta bilmir. Napolyon neçənci ildə yürüş eləyir? Viyananı 1805-də. Bəli, 5-ci ildə gedəcək, Viyananı tutacaq. Viyananı tutduqdan sonra, deməli burada Viyananı tutduqdan sonra həm Avstriya, həm də Rusiyaya qarşı mübarizə aparmış olur. Eyni döyüşdə hansı döyüş idi? İkisini də məğlub eləyəcək. Trafalgarda məğlub olmuşdu, amma deməli dəniz donanmasına malik olan ingilislər məğlub elədi. Aha. O Trafalgar döyüşü idi. O ingilislərlə olan döyüşü idi. 1805 oktyabr. Bəs yaxşı, bu Rusiya və Avstriya Birləşmiş Qüvvələrini hansı döyüşdə məğlub eləyir? Austerlitz döyüşü. Bu döyüşdə 1805 dekabrda baş vermiş döyüş idi. Amma bu quru döyüş idi. Trafalgar dəniz döyüşü idi. Bu isə quru döyüş idi. İndi burada nəyə diqqət etdik? Deməli, Avstriya ilə Rusiyanın biz bundan qabaq da Osmanlı bölməsində də müttəfiqlik münasibətini keçmişik. 1787-91 müharibəsi gedişatında orada müttəfiqliyə keçmişik. 1-ci Mahmudun zamanında da var idi Osmanlıya qarşı müttəfiqlik, Belqrad müharibəsi. Amma o Belqrad müharibəsini biz keçmirik də indi. Ona görə onu vurğulaya bilmirik. Ondan sonra bu 1798-də dedik ki, Avstriya Rusiyanın yardımı ilə Şimali İtaliyanı geri qaytardı axı. Burada bir müttəfiqliyin keçmiş olduq. Bir də 19-cu əsrin əvvəllərində müttəfiqliyin keçmiş olduq. Zaten 19-cu əsrin əvvəllərində həmin bu dönəmlərdə, ümumiyyətlə 18-ci son 19-cu əvvəllərində Rusiya, İngiltərə, Avstriya, Prusiya, yəni bu kimi dövlətlər Fransaya qarşı koalisiya təşkil etmişlər də. Hətta bu koalisiyaya sonradan qısa müddətli hansı dövlət qoşulur? Hətta deyirik ki, ilk və son dəfə olaraq Rusiya ilə eyni ittifaqda olacaq və bir müttəfiqlik kimi fəaliyyət göstərmiş olacaqlar. Deyək görək hansı? Osmanlı. Bəs Osmanlı Rusiyanın qatı düşməni idi. İlk və son dəfə olaraq Fransiyaya qarşı onlar bir ittifaqda birləşirlər. Amma sonra demədikmi ki, sonra da Moldova və Valahiyaya Rusiya 1806-cı ildə hücum etmişdi deyə, 5-6-cı illərdə ora müdaxilə etmişdi deyə, artıq Fransa təzədən bu koalisiyadan daha doğrusu Osmanlı koalisiyadan çıxacaq və Fransa ilə yenidən yaxınlaşmış olacaq. Fransa vasitəsilə istəyirdi ki, Krımı geri qaytarsın. 1806-12-ci ildə müharibəsinə başlamış olur da Rusiya ilə. Amma burada da məğlub olacaq. Krımı da geri qaytara bilməyəcək. Məsələ həmin məsələ idi. Ona kömək eləmişdi. Hansı dövr idi ki, Fransa tarixindədir? Zəruri ərzaq məhsullarının qiymət məhdudiyyətləri var idi burada. Müəyyən məhdudiyyətlər qoyulmuşdu qiymətə. Mənim o Yakobinlər dövründə. Yakobinçilərin zamanındaydı. Tamam. Gestapo rejimi hansı dövrdədir? Gilyotin aparatı. Mən onlar Yakobinlər vaxtında olmuşum. Gestapo Almaniyaya getdim mən o Hitlerin dövrü. Bəli, Yakobinçilərin zamanında var idi gilyotin aparatı. Burada da xüsusi cəza tədbirləri görülürdü həmin bu aparatla. Burada özlərinin cəza. Bəli, özləri ilə o cəza aparatından keçmiş olurlar. Tamam. Bəs Fransa tarixində baş vermiş bu inqilabın ümumi nəticələri kimi nələr deyə bilərik? Mən belə deyək ki, məsələn, FETÖ qədərlər oldu, mütləqətlər olundu, Respublika ilə olundu. Tarixdə ilk dəfə yəni inqilab ən çox qələbə qazanan Fransa olub da, FETÖ qədərlər süqut verir. Aha, feodal mütləqiyyət qaydası süqut etmiş olacaq. Artıq burada deməli millətçilik, milli ideya düşüncələr, ədalətlik. Bu məsələdə xalqın elə prinsipi oldu, yəni suverenlik prinsipi oldu.
suverenlik, demokratizm, millətçilik, xalqçılıq prinsiplər burada, ədalətçilik prinsiplər burada önəmli rol oynamış olacaq. Bir yeniliklər gətirmiş olur. Əslində bu maarifçilərin də olan fikirləri idi və yeni bir ruh qatmış olur, yeni bir can qatmış olur Fransaya. Bəli, bu inqilabın ümumi nəticələri.